Məlumatınız xeyir olsun əziz şahidlərimiz. 5 və 6-cı siniflər üçün 15 mart İqtisadi Məntiq Olimpiyadası və Respublika Fənn müsabiqəsinə hazırlıq üçün şahidlərə əvvəlki 2020-2021-ci ildə qəbula düşmüş RFM 6-cı sinif riyaziyyat suallarının izahlarına baxırıq. Deməli, ilk sualımız belədir. İfadəni hesablayın deyir. Birinci mötərizənin daxilini hesablasaq 2-də 1-dən 4-də 1 çıxmaq lazımdır. 2-də 1, 1, 2. Sürət məxrəci 2-yə vursaq 4-də 2 edir. 4-də 2-dən 4-də 1 çıxsaq alınır 4-də 1. 3-də 1-i 4-də 1-ə bölsək, 3-də 1-i 4-də 1-ə böldükdə tərsinə vururuq, olur 1-də 4. Sözsüz ki, bunları vurduqda 3-də 4 edəcək. Sürət 3-də 4, əlavə 4 yazırıq, üzərinə əlavə edirik. Məxrəcimizdə 2-ni 2-də 1-də böldükdə bölməni vurma ilə əvəz eləsək, 2 vurulsun, 1-də 2 olur. Hasilləri bizə 4 verir. Məxrəc 2 çıxılsın 4 olur. Sadələşdirsək 4 tam 3-də 4, 4 tam 3-də 4-ü yazırıq. Deməli, düzgün olmayan kəsir kimi məxrəc 3 olur. 4-ü 3-ə vursaq, 12 üzərinə 4 gəlsək 16. Məxrəcimizdə mənfi 2-dir. Sözsüz ki, bu məxrəcə böldükdə birbaşa məxrəcə yazıb hesablaya bilərik. Olacaq 2 üçün 6, sürətdə 16. İxtisarımızı aparsaq, doğru cavabımız olacaq. Deməli, 2 ixtisar aparsaq, mənfi 3-də 8. A variantı. Növbəti sualımız. Mötərizələri açın və oxşar toplananları islah edin deyir. Deməli, 2/5-i 5x-a vururuq. Olacaq 20x. Üzərinə əlavə edirik. 2/5-i 6-ya vursaq 15 çıxırıq. 3-ü 6-ya vursaq 18x. 3-ü 5-ə vursaq 15 edir. Amma hər ikisi mənfi olduğuna görə müsbət 15 olacaq. Sadələşdirəndə 20x-dan 18x-i çıxırıq. 2x qalır. 15-ləri toplasaq 30. Üzərinə əlavə yazırıq. Deməli olacaq 2x plus 30 D variantı. Tənasübdən x-i tapın deyir. Kənar və orta hədləri bir-birinə vurub bərabərləşdirir. 25x bərabər olacaq. 6-dan %25-i vursaq 6-ya. Deməli, olacaq 37 tam onda 5. 37 onda 5-i bölsək 25-ə. Cavabımız 1 tam onda 5. A variantı. Növbəti sualımız. Qartal sürəti 8 km olan küləyə qarşı saatda 18 km sürətlə uça bilir. Deməli, qartalın öz sürətini x götürsək, küləyə qarşı deyirsə, demək ki, əksinə gedir və çıxmalıdır. X minus 8 vur 18. Qartal küləklə eyni istiqamətdə 4 saatda neçə kilometr uçar? Bunu hesablamaq lazımdır. Deməli, edəcəyimiz nədir? Bu məsafə 4 saat müddətinə bizdən istəyir. Yəni, belə hesablayaq. Deməli, qartal x sürəti ilə 8 km saat olan küləyə qarşı saatda 18 km sürətlə uça bilir. Deməli, bu nədir? 1 saata deməli 18 km sürətlə uça bilir. Bu zaman nə edərik? Vaxtı 1 saat götürsək, fərz eləyək ki, zamanı 1 saat götürürük. O zaman qartalın sürətini hesablasaq ki, x minus 8 olacaq. X minus 8. Biz həmin o x minus 8-i zamana vursaq, yəni t-yə vursaq, t-nin qiymətini 1 yazaq. Cavabımız 18 alınacaq. 2-yə vursaydı 36 alınacaqdı və s. Buradan x-in qiymətini hesablasaq, x 18 ilə 8-in cəmi 26-ya bərabərdir. Deməli, qartalın sürəti 26-dır. Bunu tapdıq. İndi bizə lazım olan nədir? Qartal küləklə eyni istiqamətdə hərəkət edir. Eyni istiqamətdə hərəkət edirsə, bunları toplamalıyıq. Yəni, 26 ilə 8-i toplamalıyıq. Çünki eyni istiqamətdə olanda sürətlər toplanır. Və bu zaman olacaqdır 26 plus 8, 34. 34 4 saat müddətinədir. 4-ə vuracam ki, tapım ümumi neçə kilometr məsafə qət edib. 34-ü 4-ə vursaq, 3 4-ün 12, 4 4-ün 16, 136. D variantı. Növbəti sual. Düzbucaqlının sahəsini tapın. Düzbucaqlıda gördüyümüz kimi qarşı tərəflər bərabər şərtinə görə buradan y və x-in qiymətlərini təyin edə bilərik. Bu ifadələri bir-birinə bərabər yazsam, 2y minus 3 y plus 1
Hərfləri bir tərəfə, ədədləri bir tərəfə keçirsək, 3 plus 1, y-in qiyməti olacaq 4. Deməli, 2y minus 3-ü hesablasaq, 5, digər tərəfdə 5-dir. Yəni, indi x-in qiymətini hesablayaq. 3x-in qiyməti 2x plus 4-ə bərabər olacaq. 2x plus 4. Yenə 3x-dən 2x-i çıxırıq, cavabımız 4, x-in qiyməti olacaq 4. X-in qiyməti 4 olanda, deməli, uzunluğu 12-dir. Bizdən sahəni istəyir. Sahəni istədiyinə görə hesablasaq, eni ilə uzunluğun bir-birinə vurmalıyıq. 5-ə 12-yə vurduqda doğru cavabımız 60 D variantı. Keçək növbəti sualımıza. Qonşu bucaqların fərqi 56 dərəcədir. Tutaq ki, A və B götürsək, fərqi 56 dərəcə. Qonşu bucaqlar olduğuna görə cəmini 180 dərəcə yazıram və bizdən istədiyi böyük bucağın dərəcə ölçüsü. Belə olduğu halda nə edə bilərsiniz uşaqlar? 56 plus 180 böl 2 hesablaya bilərsiniz, böyük dediyi halda. Əgər kiçiyi soruşsaydı, o zaman 180-dən 56-na çıxıb 2-yə böləcəydiniz. 180-lə 56 toplasaq 236, 2-yə bölsək, deməli 118 C variantı. Bərabərsizliyini həll edin deyir. Fərz eləyək ki, bunun məxrəcində 1 var, çarpaz şəkildə vuraq. Çarpaz şəkildə vursaq, nə alırıq? Alırıq ki, mənfi 2x minus 7 kiçikdir. Mənfi 5x plus 5. Sonra, mənfi 2x plus 5x kiçikdir. 7 plus 5. 3x kiçik olacaq 12-dən. Hər tərəfi 3-ə bölsək, x-in qiyməti kiçik olacaq 4-dən. A variantı. Növbəti sualımız. 40 kiloqram 20% duz məhluluna eyni miqdarda su və duz əlavə edildi. 25% məhlul alındı. 40 kiloqram 20%-li. Görə bunun tərkibində duz nə qədərdir? Duzu hesablaya bilmək üçün 40 kiloqramın 20%-i, yəni %20-si duzdan ibarətdir. 20%-ni taparkən 40-ın 20%-ni tapanda 40-ı 20-yə vurub 100-ə bölməliyik və yaxud da hər ikisində 0 gördüyümüz halda sıfırları silirik. 4-ü 2-yə vuruq, cavabımız 8 olur. Cavabımız 8. Deməli 40 kiloqramı, 8 kiloqramı duzdan ibarətdir. Deyir ki, eyni miqdarda, miqdarı bilmədiyimizə görə x götürsək, su və duz əlavə olunub. Faizi tapanda biz duzu, yəni 8 var idi, x əlavə etdik, duzun miqdarını tapdıq. İndi edəcəyimiz nədir? Biz ümumi miqdara bölməliyik. Ümumi miqdar 40 idi, üzərinə x əlavə oldu. Bölürük. Bu ifadəni faizə çevirəndə bizə deyir ki, cavab 25% alınacaq, 25%. Edəcəyimiz nədir? Bu 100-ü 25-in məxrəzinə keçirib daha da sadə şəkildə yaza bilərik. Yəni 25-i belə götürək, 100-ə bölə bilərik. 100-ə böldükdə də 25-i ixtisar aparsaq 4-də 1 alınır. Sonra çarpaz vurub sadələşdirsək olacaq 32 plus 4x bərabər 40 plus x. Sonra 4x-dan çıxırıq x-i, 40-dan çıxırıq 32-ni, 3x 8, bir də baxaq. Duz və su əlavə edildi, 25%-li məhlul alındı. Məhlulun neçə kiloqram duz əlavə edilmiş olar? Hesablamaya bir də diqqət eləyək. Burada məxrəcdə 2x qeyd olunmalıdır. Çünki duz və su əlavə olunub. Burada sadəcə x qeyd eləmişik. 2x yazılır. O zaman burada 2x-imiz olacaq. X-in qiymətini taparkən də 8-i bölürük. Deməli, 2-yə doğru cavabımız 4 alınır. 8-ci sualda B variantı. 2 rəqəmli ədədlər deyir, olduğuna görə cəminin ən böyük qiymətini tapın. Edəcəyimiz nədir? Deməli, AB üzərinə xətt çəkəndə 2 rəqəmli ədədi bildirir. Vursaq, AB-nin açılışı olacaq 10A plus B. Digərinin açılışı isə olacaq 10B plus A. Məxrəcləri çarpaz vursaq, olacaq 70A plus 7B.
bərabərdir 40B plus 4A. 70A'dan 4A'nı çıxsa olacaq 66A. 40B'dən 7 çıxsa olacaq 33B. 33-ə bölsək hər tərəfi B'nin qiyməti olacaq 2A. Cəminin ən böyük qiymətini istəyir. Ən böyük qiymət ala bilməsi üçün sözsüz ki, A-ya müəyyən qiymətlər verirsən, B-nin qiymətini tapa bilmək üçün B-də ən böyük rəqəm olaraq 9 qiymətini alır. Bu zaman A natural qiymət rəqəm olduğuna görə 5, 4, 10-5 və s. qiymət verə bilmərik. Verə biləcəyimiz ən böyük qiymət 4-dür. B-nin qiyməti də 2 vur 4, 8 eləyir. Bizdən istədiyi cəminin qiyməti toplasaq doğru cavabımız 12 olacaq. Yəni C variantı. Aşağıdakı ədəd oxunda AB kəsirləri göstərilmişdir. 1 və 2 ədədlərinin arası 3 bərabər hissəyə 3 bərabər hissəyə bölünübsə, deməli 1/3-də 1 olur. Sonra 2 və 3 ədədlərin arası isə 5 bərabər hissəyə bölünür. Deməli 5-dən 3 dənə dama olduğuna, 3 dənə rəngləmiş hissə olduğuna görə 5-də 3 götürürük. 2/5-də 3. Bizdən bunların fərqini istəyir. Hesablayaq. 2/5-də 3-ü çevirsək düzgün olmayana 5-də 10, 3 olacaq. Çıxırıq. 1/3-də 1, 3-də 4 eləyir. Orta məxrəcimiz 15-dir. 15-i 5-ə bölsək 3, 3-ə bölsək 5, 3, 13, 39 eləyir. 4-dən 5 vursaq 20 eləyir. Çıxsaq 19. Yəni 15-də 19 A variantı. 10-cu sualda A variantını qeyd edirik. Növbəti sualımız. Torbada qırmızı və yaşıl rəngli şarlar var. Qırmızı rəngin şarların sayı, qırmızı rəngli şarların sayı 9-dur. Bunu əvvəlcədən verib. Təsadüfən götürülən yaşıl rəngli şarın olması ehtimalı 8-də 5. Deməli, nə edək? Yaşılı x götürsək, yaşıl üçün əlverişli halların sayı x-dır. Mümkün halların sayı 9 plus x-dir. Hesablasaq ehtimaldır. Ehtimalın qiymətini 8-də 5 verib. Bu tənlikdən x-in qiymətini taparıq. Ən az neçə yaşıl rəng var deyir. Deməli, edəcəyimiz nədir? Çarpaz vururuq. Olacaq 5x plus 45 bərabər 8x. 3x bərabər olacaq 45. X-in qiyməti olacaq 15. D variantı. Radiusları 1, 2, 3 nisbətində olan 3 çevrə xaricdən toxunur. Bu çevrələrin mərkəzlərini birləşdirən parçaların əmələ gətirdiyi 3 bucağın perimetri 180 olarsa, böyük çevrənin radiusunu tapın. Yəni, şəkil çəkək. Deməli, şəklimiz belədir. Belə bir görüntü var. Bu görüntüdə bunların mərkəzlərini birləşdirək. Mərkəzlərini birləşdirəndə nə alır? Radiuslar 1, 2, 3 nisbətindədir. Bura yəni x desək, burada x olur. Bura 2x desək, bura 2x olur. Digərinə 3x desək, burada 3x olur. Perimetri 180 verib. Perimetri 180 veribsə, deməli nə etməliyik? Bunların hamısını toplasaq 180-ə bərabər olur. Diqqət eləyək, 2 dənə x, 2 dənə 2x, 2 dənə 3x var. Toplayaq hər birini. Olacaq, deməli, 6, 10, 12x. 12x 180, x-in qiyməti olacaq 15. Bizdən istədiyi nədir? Böyük çevrənin radiusu, yəni 3x-in qiymətini istəyir. 3, 15-ə vursaq 45 eləyir. Doğru cavabımız C variantı. Şəkildə tərəfləri tam ədədlər olan eyni düzbucaqlardan ibarət fiqur verilmişdir. Bu fiqurun perimetri aşağıdakılardan hansı ola bilər? Gəlin ifadə eləyək. Buranı A götürsək, burada A-dır. A-dır. Hər bir tərəfi eyni A-dır. Sonra digərlərini B götürsək, bunları yuxarı B olacaq. Sonra bu verilən hissə, diqqət edin, bu hissə, bura və digər. Bunların hamısını toplasaq, elə bu hissəni bütövlükdə bizə verir. Bu hissənin də cəmi olacaq, deməli necə? Aşağıdakı 3 dənə B-nin cəmi. 3 dənə B-nin cəmi olur. Hesablasaq necə alırıq? Perimetri hesablayanda aşağıdakılar hansı ola bilər? 3 dənə A var.
Sonra 3 dənə B var. Bunları toplayıb 2-yə vurmalıyıq. Olacaq 6-nı qarşıya çıxarsaq A plus B. Deməli, bizim hesablayacağımız ədəd 6-ya bölünən ədəd olmalıdır. 6-ya bölünən ədədi axtaranda deməli, nə edirik? Birinci tək ədədlərin heç biri 6-ya bölünmür. Bunu da yadda saxlayaq. Cüt ədəd olmalıdır. Verilən variantın içərisində cüt ədəd yalnız 90-dır. Bunu belə də götürə bilərik. Və yaxud da ki, 6-nın bölünmə qaydası var. 2 və 3-ə bölünmə qaydası. Bu xassədən istifadə edib cavabı tapa bilərik. Dərinliyi 5 metr olan düzbucaqlı paralel şəkilli hovuzun dibinin uzunluğu enindən 3 dəfə çoxdur. Hovuzun dibinin perimetri 24 metr olarsa, həcmi neçə metrdir? Dibinin uzunluğu enindən. Deməli, dibini düzbucaqlı formasına göstərsək, nx olsa uzunluğu 3x. Perimetrini hesablayanda toplayıb 4x 2-yə vuruq, 8x. 24-ə bərabərdir. X-in qiyməti deməli 24 bölü 8 3-ə bərabərdir. Deməli, eni 3, uzunluğu 9-dur. Həcmini istəyirsə, sözsüz ki, bu hündürlüyü də var, 5 verib. Bizim həcm düsturumuz A vurulsun, B vurulsun, C-dir. Yəni 5 vurulsun, 3 vur, 9. 5 3-ə vursaq 15, 15-ə 9-a vursaq 90, 35 olacaq 125. Deməli, 14-cü sualda A variantı. Bir də baxaq. 15, 45 ilə 135. 135 B variantı. Funksiyanın qiyməti -5 olarsa, arqumentin tapın. Funksiya dediyi y-in qiymətidir, arqument dediyi x-in qiymətidir. Yəni, bunları yadımızda saxlayaq. Deməli, biz 3x minus 2 ifadəsini -5-ə bərabər edirik. 3x-in qiyməti olacaq -5 üstə gəl 2, yəni -3. X-in qiyməti isə -3-ü 3-ə bölürük, -1 B variantı. Üçbucaq bərabər tərəfli üçbucaqdır. ES DS'yə bərabərdir. ES DS'yə bərabərsə, onda bu bucaqlar bərabərdir. Bunları yaddan çıxarmayaq. Bu öz yerində. Sonra digər bucaqlarda bərabər tərəfli olduğuna görə hər biri 60-dır. Biz nə edə bilərik? İçəridəki bucağa bir 120 desək, qonşu bucaqlar deyə 180, 60 çıxır 120. Sonra EDS üç bucağının daxili bucaqların cəmi 180 şərtinə görə 120-ni çıxıb 2-yə bölsək, alfanın qiymətini taparaq ki 30 dərəcədir. Alfanın qiymətini tap, daha doğrusu, burada alfa götürməyək. Çünki alfanı bizdən istəyir. Başqa bir hərf ilə işarə eləyək. Tutaq ki, bir x deyək. X-in qiyməti oldu 30. Bərabər tərəfi üçbucaq şərtinə görə buranın da qiyməti 60 dərəcəyə bərabərdir. İkinci bir tərəfdən nə edə bilərik? Edəcəyimiz odur ki, yuxarı təpə bucaqdır. 60-dır. Bunlar qarşılıqlı bucaqlar deyə burada x olur. Yəni, buranın da qiyməti elə 30-dur. Alfanın qiymətini hesablayanda 60 ilə 30-u toplayırıq 90, 180-dən çıxırıq 90 ilə 90 dərəcə alınır. Müxtəlif üsullarla tapa bilərsiniz. Bu şəkildə izahı dedik. Sonra aşağıdakılardan, aşağıdakı Venn diaqramında verilən rəngli hissə hansı deməli variantda doğru göstərilib? A ilə B-nin birləşməsinin C ilə fərqi. C ilə fərqi olsaydı, onda bu hissə bütöv rənglənməli idi. Bu mümkün deyil, yəni verməyib. Ona görə bu yanlışdır. C variantı A ilə C-nin birləşməsindən B-ni çıxır. Birləşməsindən B-ni çıxsa, onda bura bütöv rənglənməli idi. Bu da verilməyib. Sonra keçək B variantına. B ilə C-ni birləşdirir, A ilə kəsişdirir. Deməli, B ilə C-nin birləşməsinin A ilə kəsişdirir. Bu doğrudur. Bu hissəni ifadə eləyir. Cavabımız B-dir. D-yə baxaq. A ilə B-ni kəsişdirir, C ilə kəsişdirir. Hər üçünün kəsişməsi varsa, onda biz yalnız üçünün aid olduğu hissə ortadakı hissəni götürməliydik. Qısaca bizim doğru cavabımız elə B variantında. Keçək növbəti sualımıza. Deyək ki, Əhməd fikrində tutduğu ədəddən 2 rəqəmli ədəddən həmin ədədin rəqəmləri cəmini çıxır. 2 rəqəmli ədəd götürsək, A, B götürə bilərik, üzərində xətt. Bunun rəqəmləri cəmini çıxır, yəni A plus B-ni çıxır. Nə alırıq? A, B-nin açılışını yadımıza salsaq, 10A plus B olmalıdır.
Mötərizə qarşısında mənfi var deyə mötərizə açanda işarələr əksinə dəyişir. Bu şərti yazsaq, burada B-ləri islah eləsək, 10A-dan çıxırıq A-nı, qalır 9-a. Deməli 9-a cavabdır. Ola bilməz deyirsə, demək ki, bizim cavabımız 9-a bölünən ədəd deyil. 54 bölünən ədəddir, deməli götürə bilmərik. 63 bölünəndir, 72 bölünəndir, amma 75 bölünməyəndir. Ona görə doğru cavabımız elə D variantı olur. Sonra KLM natural ədədlərdir. Aşağıdakı bölmə əməllərinə görə variantlarda verilənlərdən hansı hər zaman doğrudur? Nəyə diqqət edirik? Biz bilirik ki, bu birinci bölməyə görə K-nın qiyməti qalıq 0 olduğuna görə M vur L-ə bərabərdir. Yəni tam bölünür. İkinciyə görə K plus M-in qiyməti bərabərdir. L vurulsun M plus 1 plus qalıq, yəni 5. Bunu sadələşdirsək nə alırıq? K-nı yerinə yazsa yuxarıdakı M vur L-i, üstə gəl M, bərabərdir. L-i vuruq M-ə olur LM, üstə gəl. L-i 1-ə vuruq L olur, üstünə gəldi 5. Buradan ML-ləri islah elədik 0. Deməli, M-in qiyməti L plus 5-ə bərabərdir. Yəni, bu nə deməkdir? Əgər M tək ədəd olsa, L məcbur ki, cüt ədəd olsun. Əksinə, M cüt ədəd olsa, L tək olmalıdır. Baxırıq nə? Hər ikisi təkdir deyir, yanlış. Hər ikisi cütdür, yanlış. K tək olsa, L təkdir. K tək ədəd olsa, K-nın qiymətini biz almışdıq ki, M vurulsun L. K tək olsa, bunların hər ikisi tək olmalıdır. Şərt var ki, hasil tək olması üçün vurğuların hər biri tək olmalıdır. Deməli, L tək ədəddir. L də tək ədəd olsa, biz bilirik ki, M onda cüt olmalıdır buradakı şərtə görə. Onda demək ki, bu da yanlışdır və doğru cavabımız D variantı qalır. M tək ədəd olanda məcburən L cüt ədəd olur və K da cüt ədəd olur. D variantı doğrudur. Deməli, sadələşdirək. 1-dən 2-də 1-i çıxsaq, olacaq 2-də 1 vuraq. 1-dən 4-də 1 çıxsa 4-də 3. Sonra 1-dən 6-da 1 çıxsa 6-da 5 və s. Davam eləyir. 2020-də 2019. Bu A-nın qiymətidir. Gəlin B-yə baxaq. B-nin qiyməti 3-də 2. Sonra 5-də 4. 7-də 6. 2021-də 2020. Diqqət edək, 2-də 1-dən sonra 3-də 2 gəlsəydi əgər, 2-də 1-dən sonra bu 3-də 2 gəlsəydi, bir-birinə vuranda 2-də ixtisar gedəcəkdi, 3 qalacaqdı məxrəcdə. Sonra 4-də 3 həmin 3-də ixtisar gedəcəkdi. Yəni bunları belə götürək. Həmin bu hissələr bir-birinə vursaq, arıza olaraq bu hissələr bir-birinə vursaq, 2-də 1, ikisi 2-nə ixtisar gedəcəkdi. 3-ü 3-nə ixtisar gedəcəkdi. 4, 4-lə, 5, 5-lə, 6, 6 ilə. Sonra 7, digəri 7 ilə və s. 2020-də buradakı sürət 2020-yə ixtisar gedəcəkdi. Qalacaqdı birincinin sürəti və ikincinin məxrəci. Və bunlar da bir-birinə vuranda olacaq məxrəcdə 2021, sürətdə 1. Yəni, AB hasili 2021-də 1-ə bərabərdir. Doğru cavabımız D variantı olur.